Hörmətli izləyicilər, mənzildə tələbimiz nədir? Qanuni 2 otaq olsun, bütün otaqların girişi koridordan olsun, nə bilim mətbəxi böyük olsun, belə orta mərtəbə olsun, sənədi kupça olsun, həm də şərtləri münasib olsun. Bax, bütün bu şərtlər hamısı bu mənzildə birləşib. 50 min manat verməklə 67 kvadrat metrlik mənzili sizlərə təklif edirik. Belə bir koridor, giriş qapısı buradadır, nəhəng mətbəxi var. Günəş işığı görürsünüz necə düşür. Yəni burada gündüz vaxtı elektrik lampasından istifadə etməyə ehtiyac yox. Qarşısında eyvan sahəsi, eyvana çıxışı var, qazı, suyu, işığı, kupçası, hər bir şey var. Xırdalan şəhərində yerləşir. Bu mənzili əldə etmək üçün sizə ilkin olaraq 50 min manat məbləğ lazımdır. 50 min manat verirsiniz, elə dərhal da köçüb yaşayırsınız. Bax, bugün gətirin 50 min manat ödəyin, bu mənzili verək sizə, köçüb yaşayasınız və mənzilimiz 67 kvadrat metrdir, 66,22 kvadrat metrdir. Qanuni 2 otaqlıdır, heç bir dəyişiklik, bölgü işləri aparılmıyor. Burada yataq otağı, böyük bir belə dolab yığılıb tavana qədər təxminən dərinliyi 1 metr 30 santimetr olar. Bax, belə bir yataq otağı, böyük yataq otağı rahatlıqla görürsünüz. Bax, belə bir boşluq yer var, taxt və digər yataq mebelləri yerləşəcək. Xırdalan şəhərində yerləşir, prospektdən 150 metr məsafədə kupçalı mənzildir. 3-cü mərtəbədə. Bina yeni binadır, 5 mərtəbəli binadır. 3-cü mərtəbəsində yerləşir. Qazı, suyu, işığı daimidir. Tam yaşayışlı binadır. Belə çox gözəl təmiri var. Yataq otağı ilə baxdıq, dəhlizin sonunda, baş tərəfdə burada yerləşir hamam, sanuzel. Bütün aksesuarların yerləri nəzərdə tutulub, duş kabinin yerinə kimi hər bir şey var. Məktəbə bağçaya yaxın məsafədədir. 50 min manat ilkin ödənişi olaraq ödəyirsiniz. 36 ay müddətinə 1902 manat ödəməklə bu mənzili əldə edə bilərsiniz. Yalnızca kombi aparatı, radiatorlara və hamamın aksesuarlarına ehtiyac var. Bina tam yaşayışlıdır. Mənzil görürsünüz, bax, belə gözəl və keyfiyyətli, təmirlidir. İkinci belə bir mənzil tapa bilməzsiniz bu şərtlə. Bu təmirdə, əsas da təmir. Təmir çox gözəldir, çox mükəmməldir. Almağa tələsin, satışda çox qalmayacaq. Sağ olun, salamat qalın.